Allahverdi Bağırovdan təsirlənərək çəkilən məşhur səhnənin hansı olduğunu bilirsiniz? İzləyək. Mən sənə 10, yox 20 kanistr benzin verirəm. Sən isə mənə qız uşağını bu hala salanın adını deyirsən. Allahverdi Bağırov 1-ci Qarabağ müharibəsində etdikləri ilə yaddaşlarda qalıb. Gənc yaşlarından futbola marağı olub və Qarabağ futbol klubunda oynayıb. Daha sonra baş məşqçi də olub. Xocalının işğalı dövründə 1300 insanı əsirlikdən xilas edib. Fəryad filmində də onun həyatını obrazlı şəkildə görə bilərik. 1-ci Qarabağ müharibəsi zamanı ermənilər əsirlərin əvəzində benzin, siqaret kimi şeylər istəyiblər. Cinayətkarın adı üçün 20 kanistr benzinin verilməsi isə birbaşa onun adı ilə bağlıdır. Bu filmdən əlavə Dolu filmindəki komandir obrazını onu nəzərdə tutaraq yaradıblar. Bu barədə filmin ssenari müəllifi Aqil Abbas deyib. Allahverdi Bağırov 1992-ci ildə Aranzamin adlı yerdə minaya düşərək həlak olub. Ölümündən sonra milli qəhrəman adına layiq görülüb. Ruhu şad olsun.